Cənubi Ukraynada bəzi Rusiya hərbi hissələrinin komandanlığı logistika problemləri səbəbindən artilleriya mərmilərindən istifadəyə məhdudiyyət qoyub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloshin telemarafonun efirində bildirib. Onun sözlərinə görə Rusiya ordusu logistika sahəsində ciddi zərbələr almaqda davam edir. Eyni zamanda düşmən təchizat vəziyyətinə uyğunlaşmağa çalışır. Orta mənzilli zərbələrimiz düşmənin logistikasına ciddi təsir göstərib və onlara alternativ təchizat marşrutları axtarmağa məcbur edib. Bu isə vaxt, resurs və əlavə canlı qüvvə tələb edir. Buna görə də onlar cəbhədən bəzi qüvvələri logistikanı təşkil etmək üçün geri çəkməyə məcbur olurlar. Bundan əlavə düşmən sursat istifadəsinə məhdudiyyət tətbiq etmək məcburiyyətində qalıb, deyə Voloshin bildirib. Ukrayna kəşfiyyatının məlumatına görə bu məhdudiyyətlər Cənubi Ukraynada yerləşən bəzi Rusiya artilleriya bölmələrinə aiddir. Həmin bölmələrə sursatdan istifadə ilə bağlı məhdudiyyət qoyulub. Hərbçi əlavə edib ki, Rusiya ordusunda yanacaq və sürtkü materiallarının çatışmazlığı da yaşanır. Bəzi hərbi hissələrdə bu problem 2 gündən 5 günə, bəzi hallarda isə 1 həftəyədək davam edir. Yanacaq qıtlığı təkcə döyüş texnikasına deyil, həm də generatorların fəaliyyətinə təsir göstərir. Bu isə müxtəlif idarə etmə sistemlərinin, radioelektron mübarizə vasitələrinin, pilotsuz uçuş aparatlarının və digər avadanlıqların işini çətinləşdirir. Voloshin sözlərinə görə logistika obyektlərinə endirilən zərbələr düşməni şəxsi heyətin daşınması və cəbhəyə çatdırılması üsullarını dəyişməyə məcbur edib. Belə ki, Ruslar yük maşınlarından istifadəni dayandıraraq minik avtomobillərinə keçiblər. Həmçinin onlar artıq kolon şəklində deyil, ayrı-ayrı avtomobillərlə hərəkət edirlər. Düşmən bu nəqliyyat vasitələrindən birbaşa cəbhədə istifadə edə bilərdi və belə olsaydı bizim istiqamətlərdə döyüş əməliyyatlarının intensivliyi xeyli yüksək olar, deyə Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi vurğulayıb. Bununla yanaşı o bildirib ki, düşmən itkilərini daim kompensasiya edir. Müvəqqəti işğal altında olan Ukrayna ərazilərində, Krımda, həmçinin Xerson və Zaporojye vilayətlərinin işğal edilmiş hissələrində yerləşən poliqon və təlim mərkəzlərində şəxsi heyətin hazırlığı davam etdirilir. Hərbçinin sözlərinə görə Rusiya ordusu cəbhədə nisbətən uzaq ərazilərdə sursat ehtiyatı toplayır. Cəbhəyə daha yaxın yerləşən kiçik səhra anbarlarında isə maksimum 2 günlük sursat və raket ehtiyatı saxlanılır. Yəni düşmən müəyyən qüvvə və vasitələrini səpələyir, lakin onların resursları kifayət qədərdir. Buna görə də onların hücum əməliyyatlarının intensivliyini azaldacağına dair heç bir əlamət yoxdur. Əksinə, bütün əlamətlər göstərir ki, onlar bu istiqamətdə fəallıqlarını daha da artıracaq və hücum əməliyyatlarını davam etdirəcəklər, deyə Voloshin bildirib. Bundan əvvəl Vladislav Voloshin məlumat vermişdi ki, bölgədə Kremlin rəhbəri Vladimir Putinin ehtiyat qüvvələrinə daxil olan xüsusi təyinatlı briqada fəaliyyət göstərir. Kəşfiyyatın məlumatına görə söhbət Vayaq xüsusi təyinatlı briqadasından gedir. Voloshin bildirib ki, bu bölmənin silah-sursat çatışmazlığı yoxdur və onlar Rusiyanın ən yeni sınaq mərhələsində olan pilotsuz uçuş aparatlarından istifadə edirlər. Onların arsenalında fiber optik kabel və xüsusi çarxlarla təchiz edilmiş pilotsuz uçuş aparatları da var ki, bu da onları 30 kilometrədək məsafədə idarə etməyə imkan verir.